şahda yaşasam da mən yadımdan çıxardı şöhrəyim. Şairləri, sağ söz həvəsləri, hər birimizi burada görmək bizim üçün çox böyük şərəfdir. Sizi də buraya yığmaqda məqsədimiz o doğrudan da Borçalı ümumiyyətlə başdan ayağa saza sözə vurğun bir diyar. Amma onun da mənim bəlkə də tərəf keçdiyi edirəm, amma mənə elə gəlir ki, şimdilər onun ən başında gələn bir diyarlardan biridir. Ona görə ki, şimdilərinizə elə indirin özündə də getsən, ən azından bir 70% kimdə dindirsə, bir dənə, ən azı bir kuplet o şeir yazmış olur. Ya sevgiyə aid olsun, ya deyək ki, təbiəti təsvir eləsin, ya keçmişinə, yansa bir dərinə. Bunun indirməz yaratmırdı. Sual dedim ki, bu neyle yaratırdı? Nereden geçmişimize dayanır? O bizim kod yaddaşımıza dayanır. Bir daha her birinizi geçmiş bayram münasebeti tebrik edilir ve her birinize çok sağ olun. Çünkü burada bizim Ağsaqqallar əyləşib, Ağsaqqallar müəllimlərimiz, şairlərimiz əyləşib və hər biriniz bizim üçün dediyim kimi dəyərsiniz. Baştan mən belə deyək də, elə başlayaq ki, bizim sizdən də öncə, sizin o dərs aldığınız mı deyil, ilhamlandığınız mı deyil, bizim qədim əvvəl dövrlərdən bizim şairlərimiz söz əlçanları olur. İndi mən burada qısaca onların adlarını çəkəcəm. Ola bizim gələsində hansısa maraqlı olan bir kuplet şeirini də deyərik. Başdan yazmışıq, Aşıq Qurban necə məni düzəltdi, mənim qocaman müəllimim dedi ki, Aşıq İsrafil oldu. Allah hər ikisinə qənə rəhmət eləsin. Qarababa Mustafa, Qara müəllim, Novruzov Novruz, Qəhrəmanov Qəhrəman, Nəsibov Qəzənfər, yəni Qəzənfər müəllimin şeirləri də hamımız bilirik ki, dillər əzbəridir. Bayramov Rafail, Allah qənə rəhmət eləsin, yerimizin ən gözəl şairlərindən biri. Qurbanov Vaqif, qəni rəhmət eləsin. Şəxsən yaşımızın az, o qədər böyük fərqi olmağına rəğmən mən onu özümlə həmişə dost bilmişəm. İsmailov Fərman, Allah qəni rəhmət eləsin. Yasəmən xanım, hansı ki Yasəmən xanımı biz öhdəlik götürmüşdük, bir borc kimi və o borcumuzdan qismən də ola bilsin çıxa bildik. Allah qəni rəhmət eləsin və Həmidov İlham. Hər birinin Allah rəhmət eləsin. Hər biri dediyim kimi bizim üçün böyük dəyərlərdir. İcazənizlə mən bu şeiri birinci Yasəmən xanımın o aşklar gəlirdi. İlk dəfə başlamaqdan təri məclisi. Sanki ona bir tövsiyə, bir nəsiyyətnamədir. İcazənizlə bu şeiri oxuyayım, ondan sonra başlayaq. Ürəyindən keçən haqqın sözünü deyəndə elədir, dil utanmaz. Hörmətlə əl uzat saf çiçəklərə, dərəndə elə də gül utanmaz. Dünyanı yük edib belinə alma. İnsafla imanı dəyişik salma. Ömrü elə keçir, peşiman olma. Günc xəcalət çək, il utanmaz. İmkanın olanda kəramət eylə. Xəstəyə əl uzat, şəfayət eylə. Çox olsun qıyımın, səxavət eylə. Verəndə elə ver, əl utanmaz. Gəzmə var dövlətin çoxu azını, səndən qiymətsizin çəkmə nazını. Götür, bir ürəklə dindir sazını, yanıq kələmi çal, tel utanmaz. Allah ona qəni eləsin. Və bu aşıq stilini özünüz də görürsünüz, qoşmadır. Ümumiyyətlə, mən çox fikir vermişim hər birimizə, hamımız bizim üçün çox böyük dəyərsiniz. Bütün şeirlərin orta sütunu qoşmadır. O da belə çıxır ki, yenə deyir, bax bizim nələr qaynaqlanır? Bayaqlarımız, laylalar, oxşamalar, ağrılar hətta qoşma üstündə gəlir, çox qəribədir. 2 kubletlik, 3 misralıq falan filan, hamısında baxıram ki, o qədər axıcı olur. Dilimiz də buna imkan verir, ha, dilimiz də heca dili olduğuna görə sanki bir at yerişkim, getdim, gəldim, vurdum, tuttum. Öz-özünə bir şeir demək. Allah sizin canınızı sağ eləsin və mən indi də burada hal-hazırda sizə uzun ömür can sağ versin. Burada müəllimlərimiz, bizim deməli, şairlərimizdir və biz də şeir həvəskarlardır. Biz şairlərimizə də söz veriləcək, adlarını düzülüb oxuyub, sonra da başdan elə qocaman şairimizdən başlayarıq. Zakir müəllim, Ramiz Şimdi Dağlı, Seyraqif Coğlu, üzr istəyirəm, Sayaq Siracoğlu, Müşfiq Rafailoğlu, Əlxan Kərimoğlu, Osman İlyasov, Səadət Səda. Bu hal-hazırda bizim Allah onların hamısına, hamımıza ömür versin və yeri yaradıcılıq. Çünki bu bizə çox lazımdır və bir şey də deyir ki, bir millətin estetik ümumiyyətlə zövqünün formalaşmasında birinci daşıyıcı qüvvə sizsiniz. Söz, saz sənətkarları, ümumiyyətlə
Bak bu incəsənətə bağlı olan, folklora bağlı olan insanlar. Çünki bir insan formalaşması üçün bax o bunlardan bəhrələnməlidir. Mən adım kimi əminəm, şeir yaza bilən insan pis insan ola bilməz. Şeir yazan insan müharibə edə bilməz. Şeir yazan insan güllə ata bilməz. Çünki onun baxışı var fərqlidir. Biz məsələn bir şeyi deyək ki, bir taxta parçası kimi görə biliriksə, şair onu bu taxtanın əvvəlinə qaytara bilir. Ağacın yapraklarını, budaqlarını düzür, bax mətəb lazımdır ki, bu hardan çıxdı, bu taxtayla çıxdı. O təxəyyül o imkan verməz ki, heç vaxt şair pis adam olsun. Şair ötkəm ola bilər, şair həddən artıq ciddi ola bilər və yaxud da deyil filan, amma şair pis ola bilməz. Hər birinizə yenə deyirəm, çox gözəl, çox əyləncəli və çox səmərəli vaxt keçirməyə arzusu ilə Zakir müəllim sizə söz verək və bax, bismillahirrahmanirrahim başlayalım. Yox. Mənim gördüklərim, mənim bildiklərim, yadımda qalanlar elimizin, obamızın şərəfində belə qeyrətli oğlanlar, qeyrətli aşıqlar, qeyrətli sözcüklər çoxdur. İndi biz bəlkə bir 15 nəfər, 20 belə kimsə çıxmışıq ortaya. Amma indi bəlkə elə o papaq altında yatanlar da çox var ha. Onları hələ biz bilə bilməmişik. O deyir, şairam çünki və son bir şair yazdım, əyrini əyri, doğru həmvar yazdım. Yəni indi məsələn, mən özümü deyirəm, mənə şair nəsə olmaz. Mən həvəs gəliyim, həvəs gəliyim. Mən toylar yola salmış adamım. Mənim birdən ruhum oxşuyub, özüm də yazmışam, mən özdə çoxlarını da oxumuşam. Məsələn, mən hələ əskərlikdə olanda o vaxtları, onda elə şiirdi, toylara da getmirdim. O vaxtı da ilham gəlir, götürdüm, yazırdım. Sonra fikirləşdim, Allah rəhmət eləsin, cəm ölənlərə Qəzənfər müəllimin şeiri mənim o bütün kitabımın da, bütün şeirlərimin də hamısının başlanğıcı Qəzənfər müəllim o Şimdilər şeiridir. O mənim ürəyimə yağ kimi yağlanır. Onu hər yerdə deyirəm, elə bu gün də yəni onu deyirəm. Adoslar, bilin ki, onlar yurdunun bir gözəl olması Şimdilərdədir. Anamın boynuma dolanan qolu, ömrümün laylası Şimdilərdədir. Qocası cavanı olubdur mətin, atıbdır daşını, zülmün zillətin, qonağa hörmətin, dosta hörmətin, ən gözəl ədası Şimdilərdədir. Kəndə yaraşıqdır Şimdinin dağı, xəstəyə dərmandır qoşa bulağı. Qəzənfər müəllimi xoş arzular, Zakirin havası Şimdilərdədir. Allah ona rəhmət eləsin. Mənim də şeirlərimdən mən bu kitabda var, yəqin oxuyursunuz da, çox da lüzum gəlmirəm. Mən həmişə demişəm, yenə də deyirəm, kəndimiz ləyaqatlı kənddir. Kəndimiz balaca bir kənd olmaqla arealı böyükdür. Hər yerdə söz deyənləri var, alimlərimiz var, professorlarımız var, müəllimlərimiz çoxdur. Yəni, kənd təhsilli bir kənddir. Təhsilli kənddir. Məsələn, Hası kənddə, məsələn, Qılıçsada mən oxumuşam, orta məktəb orada tutarmışam. Orada da yenə elə riyaziyyətə gələndə deyirdilər şimdilər. O vaxtı, mən indi buradaylar hamısı bağışlasın, heç kəsin xatirinə dəyməsin, sözünü də otun mənim. Şimdilərdə dil, ədəbiyyat biraz zəif idi. Amma riyaziyyat bizdə çox güclü idi. İndi bir sual verim, üzr istəyən tutun. Və niyə dil ədəbiyyat zəif idi? Amma baxın, şairlər, yazıcılar özdə çox güclü. Mən yenə deyim, bax, halam oğullar demirəm. Üzr istəyirəm, bu söz deyim. Bu adamın yazdığı şeirlər mən özümdə iki yerə bölmüşəm. Biri lirik, o birisi fəlsəfi. Buradan tutmaq qalsan, riyaziyyat müəllimi. Deməli, qaynaq var imiş. Sadəcə olaraq üzvə çıxardır. İndi mən ona gələcəm. Demək, bizdə ancaq riyaziyyat inkişaf eləmişdir. Ali təhsilini nə ədəbiyyat müəllimimiz oxuydu, heç riyaziyyat müəllimimiz olmayıb ali təhsili bizə. Riyaziyyat təhsili, ali təhsili müəllimimiz olmayıb. Vəssalam, riyaziyyat təhsili, ali təhsili mən duru ikisədə 10-cu sinifin, demək, uca daha qutar vaxtı dəllərdən bir müəllim yazmış, müəllim müəllim ali təhsili, riyaziyyatdan. Vəssalam, o oldu. Amma
Aması bizim kendimizde şeire, senete çok büyük vurgunluk var. Çok vurgunluk var. Kimi dindirsen, toyda, şenlikte diyerdin, yine şeyler deyirler, yine sözler deyirler. Adam kireşir. Ona göre Allah çayınızı sağ versin. Benimki yani bu kadar Allah'ını sağ versin ki bizi kimlerine kıymet verirsiniz, bizi davet edirsiniz. Hamının elinde kitaplar var. Şimdi mesela ben o sözler, söhbətlər elə olar məsələn, ben səhərə kimi şeirdən, özümdən bildiğim şeyler. Yani halkımızda bu yaranıp bu yönde devam ediyor. Özü sen de şirin deyirsən ki, yaxşı. Halkımızda yaranıp bu yönde devam ediyor. Bəli, bəli. Kəndə yaraşır şimdinin dağı, xərcə qərmandır alır. Göl, maşallah. Bunu o vaxtları elə dillərdə əzbər edir, vaxt sözlər. Oldu müəllim. Allah şahidət versin. Güldür, Ləyən gürləndi. Ayı dalgı. Gürləndi. Yer cennet olsa da, güzel meleklerle dolsa da, öz kendimi unutmaram dünyada, sizin için ben bu zala gelmişim. Ekskluzif daha abi. Ömür ötür, iller keçir, gün yarı. Unutmaram etibarı, ilgarı. Sizin kimi oğulları, kızlarımız yoktu dedi. Şəkil ama kitablar burada. Oğulları, kızları görmek için ben bu zala gelmişim. Çok sağ ol. Zakir elden alır öz nefesini. Geldim eşitmeye elin sesini. Kalbimin dil atan kemen sesini dillendirip ben bu zala gelmişim. Almışlar. Güzel. Öyle ki biz onu çapa bırakalım. Ona acil şeyde verək. Abi ben təkcə özünü təmsil eləmir burada. Allah rəhmət eləsin. Bizim Fərman təmsil edir. Ona görə onun haqqında da məlumat versin, şeirlərindən desin, sonra öz şeirlərindən də söz sizin. İlkisi okuyanda lezzetçi Fərman. Adır mı? Hər birinizi salamlayıram. Buradan evimizi urbandı, şimdilər yurdu salamlayıram. Və buradan üzümü sizlərə, bundan sonra buna baxan hər birində tutub deyirəm ki, özümüz gəlin özümüzə yer çıxaq. Mən özümdən demirəm, bax Facebook'da seramik olardı. Siz onu bilirsiniz maşallah, bax Facebook'da, bax Saadət xanım, Seragif'in, ondan sonra Feyyaz Çiracoğlu'nun, Müşfik Rafaeloğlu'nun özünü dedi, benim de şehirlerim orada ne güzel araştırışlarımız var. Siz bilirsiniz mi? Siz hiç bilirsiniz. Siz bilirsiniz mi? Şimdiler bu saat Borçalı'da şimdilere bu saat şehirde tay olan mahal yoktu. Sizin onun kadarınız var mı? Yani özümüzün yer çıkar. Yer çıkmaz. Yani ona öz könül sözünü demeyi bacarmak lazım. Ben çok güzel bir dedi. Riyazetçi, bak biz hamız riyazetçi yeri dövdük. Ben o Alman zatının adı nədir? Yadımdan çıxdı. O deyirdi ki, en yaxşı şeirləri riyazetçilər. Allah. Deməli, en yaxşı şeirləri riyazetçilər. Niye riyazetçilər yapır? Ona göre ki, şeir söz kombinası olduğuna göre riyazetçi də tənlih həll edir, məşhurların kombinasiyasından tənlih həll edir və məşhurlarla tənlih qurar. Deməli, bu riyazetçi ilə şairin bax bu cəhətdən bir-birinə oxşar cəhətləri. Bir də bir şey demək istəyirəm ki, sözün, mənim olsun da səsin yüksəkdən də atılır, sırasını gəlmir. Yok, burada yazı yapıyor. Deməli, hamımız mənə yaşayırsın, bax burada bəndilər oturur, şairlər, aksaqqallar oturur. Sözün qüdrəti qədər heç nəyin qüdrəti yoxdur. Deməli, söz, hətta dünya yaradanda Allah Taala ol deyib, ol sözündən yaranmış bu dünya,
Deməli söz Nizami belə deyir. Deyir söz Peyğəmbərə çatanda vəhyə çevrilir. Şairə çatanda şeiri çevrilir. Bak, sözün bu iki əlamətini Nizami öz zamında göstərir. Ona görə söz ilahiden gelen bir vəhdir, bir ilahi bir qüvvədir. Şairin qəlbinə gəlməsə o söz yaranır. Və vaxtdan istifadə edərək mən də rəhmət edən şairlərimizə Allah'tan rəhmət dilərim. Ruhları şad olsun. Bir gün onların adı burada çəkilir. Onların ruhları şad olsun. Və o şairlərdən biri də kitabı öyle əlinə keçdi, rəhmətli qardaşım Fərman Əhmədoğlu'nundur. Fərman Əhmədoğlu'nun birinci Dərvişi Hasanlı Şirlər adında kitabı çıxırdı. Fərman Əhmədoğlu 1946-cı ildə anadan olub. Deməli 60-cı ildə Piska pedagojik üstünə qəbul olub da 68-də olub da 64'te tutarım, 68. yılda müəllim işleri Ramazan işletti ve Allah rahmet eylesin 2016. Günün 26'sında da vefat etti. Fərman müəllimin bak bu kitabında ben size bir iş yerlik demək istəyirəm. Bilmirəm indi Fərman müəllim burada ne kadar haklıdır. Deməli, Zikisədə Tağlı məhəlləsinə biz köçəndə orada birinci Dəmirçi Hasanlı, ikinci Dəmirçi Hasanlı oluyor değil mi? Deməli, qızı kisə qalıb orada, o bir Dəmirçi Hasanlı şimdi. Əgər mənim səhvim olmazsa deyil. Amma onlardan biri də, Fərman mənim burada qeyd edeyim, biri də dərlərə köçürdü. Bax, onu heç biriniz bilirsiniz mi siz onu? Biri də dərlər. Oradan deməli, bəli, Tağlıdan qızı kisə, şimdilər dərlər. Və burada Fərman rəhmətli Nuri Zabyanlı dedi, orada Osman Gölbabaqlı dərlərdən. Bəli, onun şeirini Nuriz dayımdan götürüb Fərman buraya yazıbdı. Və həmən şeiri rəhmətli anam ma da demişdi. Baxın onu, ala pişir. Hə. Öz o zadlardandır. Sizin nəsildən, dərlərdən. Həmən götürməmiş. Dərlərin isim nəsillərin ana tərəfdən, başlı. Ana tərəfdən, başlı. Ana tərəfdən, riyatdan ana tərəfdən gəlir. Hə. Yaxşı deyil, ana tərəfdən siz. Yox, yalandan özünə çıxır ha. Yəni onun əlavə də, dərlərini də bizim kənd. Dərlər də bizim kənd. Yəni deyirəm ki, oradan həm bizim kilsə, həm şimdilər, həm də dərlər. Üçü bir yerdə köçür. İndi bilməm, bunu Fərman müəllimə tərəfdən. Muhammed'in forması oldu bu dediğim şey. Sen ayak buna göre yembelerden al. Yəni Fərman burada laf yazır. Yembelerden al. Vallahi ben sağ olsun rəhmətli yazından gəlir. Bak indi o şeiri okuyacağım. Allah bir şey. Ay ağalar beyler, gelin size söyleyeyim, görün ne yaşaştı bizim bu ağlar şey. Kuruttu kazanları, boş koydu kabı, torba da koymadı, çağlap şey. Pişirin menzili melekti, atandı. El çeker bilmerem, güzel vatandı. Gece aslan olup gündüz yatandı, dövrandı çekip koy, her bir şey. Bir de baktık yarı, aktarır damı, basırdık bacanı, yandırdık şamı, eline aldı gödəkli samı, ikitti dayansın bu ağlak şey. Məmmədəm elinden yaman beziklik. Küllü alemi aktarıp gezdik, kuyruğundan başka her yerini ezdik, bir de ne mümkün gele meydana bir şey. Bak bu o rəhmətli o kişinin birinci şiirlerde Nuri Xanım dediğine göre bundan da bərkərdən şey olur. Bak bu şiir bizim kendi dilinde dolaşır.
Bununla beraber de ben Ferman müəllimin bir şeyini de demək istəyirəm şimdi hakkında. Əlbəttə ki, hər birimiz nətər şair olasan ki, şiir yazasan ki, öz kəndin hakkında, öz yolun hakkında şiir demesin. Bu bizim hər birimizin, hər bir şairin qəlbindən gələn bir hak sədasıdır. Aşırıdır. Kəsilməz zirvəndən dumanın çənin, doğanın başına dönüm aşındır. Alan yerlərində sıxılsa canım, düşsün sizə tərəf, yönüm aşındır. Qıy çəkən qartarla qıy çəkə bilsən, Cəhdi sənasından hay çəkə bilsən, özümü şimdiyə tay çəkə bilsən, çata zirvələrə ünüm aşındır. Fərmanam, səhərin həm axşamımsan, sən eşq piyaləm, nemət camımsan, pirim, qibləgahım, yanar şamımsan, dönüm pərvanəyə, yanım aşındır, dönüm pərvanəyə, yanım aşındır. Allah rəhmət eləsin. Keçənlərimizə də mən deməli o şairlərimizin hər birinə Allah tərəfindən bir də mən rəhmət edirəm və deməli bu saat sizi deməli hər şairin öz şeirlərində bir fikir verirsiniz. Özünün bir mühür damlası olur. Səlimxan Yaqub Dobrilər də ki, Allah o imkanları bizlərə versin. Və mən də həmən özüm haqqında özümü elə bil ki, belə təqdim edirəm. Olunmaz. Gündürdən gəlim var. Vicdanımın qəlbi çoxdan göynəşir. Haqq səsinə qulaq asıb genəşir. Haqsızlığa qarşı salıb hayhəşir, hayqırmasa sakitləşib olunmaz. Könlüm evim çiçəklənib, güllənib. Ədəb ərkan damla damla göllənib. Məndə mənlik şahin kimi millənib. Qıyqırmasa sakitləşib olunmaz. Sözüm haqqın keşiyində çox durub. Tamah nəfsin acı olmayıb, tox durub. Şah qururum, əyilməyib, şah durub. Daydurmasa sakitləşib olunmaz. İlham pərim çəmənindən gül dərib. Çələng görüb, sonra sizə göndərib, qəlbinizə işıq verib, nur verib, doydurmasa sakitləşib olunmaz. Mən ramizəm, sözlərimdir sərvətim, haqqı yazmaq çoxdan olub adətim, ədalətim hər ayına qeyrətim, hay verməsə sakitləşib olunmaz, hay verməsə sakitləşib olunmaz. Sağ olun, indi davamında yenə də şeirlərimizdən deyərik. Yəni sizin yanınızda mən özümü hiss edirsiniz. Mən ümumiyyətlə mikrofon əlimə gəlir, heç o həyəcan hamısı gedir, amma sizin yanınızda həyəcanlıyım. Bu aramızda tutasa Seyrabit müəllim əyləşir. Mən siz gəlməmişsiniz, o fürsət oldu, xeyli söhbət elədik, çox səmərəli söhbət oldu. Bir daha bu kişinin nə qədər böyük insan olduğuna bir daha şahid oldum. Birinci təşəkkürümü bildirmək istəyirəm gəldiyinizə görə. Hamınıza təşəkkür edirəm, sizə niyə ayrıca deyirəm? Mən bildiyimə görə sizin müəyyən şeylər var, onlara toxunmaq istəmirəm, amma sizin belə yerlərdə, çox yerlərdə yəni getmək falan, yəni belə şeyləri xoşlayan adam biliyorsun, amma bugün məhz şindilərin məclisi olduğuna görə, məhz şindilər sevərlər burada olduğuna görə, siz burada gəlmişsiniz, ona görə dərin təşəkkür. İkinci təşəkkür sizin o kitaba görə deyirəm. Mən onda çox gənc idim, mənim yadımda siz gətirdiniz o kitabı bizə təqdim elədiniz. İndicə də dediniz ki, bir müəyyən qiley oldu ki, kitaba görə müəyyən iradlar olur falan olur. Ayrı məsələdir. Görülən işdə mütləq şəkildə irad olur. İrad nə vaxt olmur? Ya sən yüksək vəzifədə olursan, hamı sana yataqlanır.
Ya da əmin ol, dayın olur ki, aynen bu çoğlandı. Bunun hamısı biz de bilirik, siz de bilirsiniz ki mütləq olmalıdır. Amma ora hansı əmək qoyulur? Onu yalnız o kitabı sevər, ümumiyyətlə poeziyanı sevər, ümumiyyətlə oxumağı bilən, Rusların naçitanını dediyi, oxuyan insanlar bilir. Təşəkkür edirik və bir şey sizə deyim ki, siz mənə tövsiyə eləmişdiniz o Facebook'dakı həvəsdən düşməyin şair axırına. Bəli, sizin bu yaşınızda da mən də sizə bir kiçiyiniz kimi edirəm ki, onların hamısı olan şeylərdir. Və inşallah bu kitabın, necə də dediniz, bu kitabın davamı mütləq olmalıdır. Biz də bütün əlimizdən gələn hər şey eləyəcək ki, o kitabın davamı olsun, genişlənsin. Kimin iradı var, o iradlar, tövsiyələr nəzərə alınmaq şərti ilə şimdilərimizin, burada eləşənlərin hamısı söz adamlardır, hamısı da iddialıdır, hamısını da Allah canını sağ eləsin. Onlarla biz dəvət eləyəcəyik, xahiş eləyəcəyik, onlar da içində olmaqla bu kitablar. İndi söz sizindir, zəhmət olmasa buyurun. Hamınızı salamlayıram, hoş gəldiniz. Şindilər Fondunun yaranmasına mən sevinliyim, razıyım. Bizə də yığışanlar şair təbiətli adamlardır. İndi bizə duraq şair deyək, biraz böyük çıxır. Deyək. Yox, şair təbiətli adamlar. Həvəskarlar. Mən bir həvəskar adam kimi öz yaradıcılığından danışmaq istəyirəm. Bu Şindilər kitabını görürsünüz. Bu kitabın məndə elektron variantı var. Əgər istəyirsiniz, mən elektron variantını verərəm sizə. Kitab da kodlaşdırılmış kitab, hamısı kodla. Burada bəzi artıq şeylər var. Onları mən elektronlaşdıranda onları çıxartmışım. Və götürüb dallı davam edə bilərsiniz. Yəni ki, bizdən sonraki nəsil, sizdən sonraki nəsil. Doğru. Mən 7-sini araşdırmışam. İkisi qaldı. Yəni mən araşdıran vaxt o 2 nəsil yox. İndi 2 nəsil var. Onu araşdırıb, onu yazıb, kitab davam etdirə bilərsiniz. O sizdə və sizin fonddan asılır. Özünüz bilin. Mən əməyimi halal edim. Çox sağ olun. İndi də biraz öz yaradıcılığım var. Şindilər kitabından sonra mənim ikinci kitabım Türkistan poeması. Bu Türkistan poemasının üzərində də işləmişim. Burada Vətədən tutmuş Osmanlı İmperiyasına qədər və Osmanlı İmperiyası daxil olmaqla bütün Türk dünyasının tarixi var. Bir də Sovet vaxtı şeirlər bölməsi var burada. Lazım olan haqsızlıqlar, ədalətsizliklər haqqında çəkinmədən yazılan yazılar. Sonraki kitabın Haqqa Divan Qurulmayır. Bu kitabda əsasən şeirlərdir və müxtəlif ölçülü poemalar. Məsələn, tutaq ki, mən buradan bir şeir oxumaq istəyirəm. Dünyaya insan gəlmişəm. Mən nə bəndə, nə də ki bu, dünyaya insan gəlmişəm. Hökm etməyə iddiam yox, ismi də Pırhan gəlmişəm. Çox qədimdən yol gəlirəm, Oğuz boylu Türk oğluyam. Bu cahana zatım bəlli, uca bir soydan gəlmişəm. Pozulubdur bu dünyanın haqqı çəkən tərəzisi. Xeyrimlə şərə qarşı canımda tuan gəlmişəm. Nə Buddayam, nə kafirəm, nə Musayam, nə İsayam. Dinimdən də dönənmərəm, çünki müsəlman gəlmişəm. Vicdanımdır dinim mənim, Allahım öz içimdədir. İçimdəki haqq ilə mən zamana üsyan gəlmişəm. İnsan özü həqiqətdir bu dünyadan uca durur. İdrakimdə cahan kiçik, dünyaya meydan gəlmişəm. Yolculuyam, bu dünyanı sanmamışam, bekcə gündür. Zaman, məkan fəlsəfəsi bilib oxuyacağım. Burada mən şeirlərim hamısı reallığa, hadisələrə söykənir. Mən bir dəfə kəndə getmişdim. Kəndə gedəndə kəndi çox pis vəziyyətdə gördüm. Ürək ağrısından bu şeiri yazdım. Kəndə getdim, ilk qarşıma çıxanlar yollardakı qaya oldu, daş oldu. Gözlərimdən yanağıma tökülən damla-damla, girə-girə yaş oldu.
Məlul küçələri dolandım, evləri boş görüb alışdım, yandım. Gedib ata ocağında dayandım. Gördüyüm eyvandan uçan quş oldum. Gəlmişdim ki, haray görüm, hay görüm, hər ocaqda dəzgah görüm, çay görüm, heç olmasa bircə dənə toy görüm. Arzularım, ümidlərim boş oldu. Ruhumla baş-başa ürəyim bindi. Gəh şaha qalıqdı, gəh təki endi. Canımın ateşi, alovu söndü, ömrümün baharı dönüb qış oldu. Kəndimizdə kədər gördüm, qəm gördüm. Dərdimi dağılan evlərlə böldüm. Hər qapıda gəh dirildim, gəh öldüm. Yolculuya, nə də xalqa xoş olsun. Bu da indi dağlara daha şeir yazmışam. O biri kitabım, bu yol... Satirik şeirlərin də var, mən bilirsən. Var, mənim satirik şeirlərim var. Onlar da hamısı reallığa sökənən şeirlərdir. Bu yol hara gedir görən. Bu yol hara gedir görəndə məndə fəlsəfi traktatlardır. Məsələn, dünyanın sirri, dünyanı nətər qavramışam, nətər başa düşmüşəm, elə yazmışam. Eşq haqqında, qəzəllər var, ədalət haqqında, ağıl haqqında, vətəndaş olmaq haqqında, vətəni sevmək, vətəni necə sevmək, necə vətəndaş olmaq, euforiyadan uzaq, söz haqqında, söz nədir? Dünyanın gərdişi, dünyanın yaranması. Bunlar kiçik ölçülü poemalar. Varlığın dərk edilməsi. Bəli, üzr istəyirəm sözünüzü kəsirəm. Niyə elədi məncə? Mən özümdə əks elədim ki, siz o sosializmin, realizmi var idi. Bizim keçdiyimiz o yol ki var idi ha. Yəni idealizmdən kənara çəkilən o rasional düşüncə, bax məncə elə sizin o rasional düşüncənizin məhsuludur bunlar. Yox, burada əsas materialist düşüncə tərcih. Bəli, rasional düşüncə. Pragmatizm, hər şey var orada. Var. Rasional düşüncə. Doğru. Pragmatik düşüncə də var. Tamamilə doğru. Dünyanın istirahları başına gəlir dünyanın. Sonra bir də ben burada əsas bir poemam yenə var burada. Könüllülər poeması. Könüllülər poemasını mən Mahmudun qəhrəmanlığına həsr etmişəm. Özü də Mahmud burada bir obraz kimi yox, bir döyüşçü kimi keçir. Real, yoxsa prototip kimi yox. Yox, Mahmud burada prototip deyil. Mahmud kətdəndir, Real. kəndin adı da var, ondan sonra Nərmən və Mahmudun döyüşdüyü yerləri az-çox öyrənmişim. Bir də Mahmud haqqında təxəyyülüm də var. Çox adam bana sual verir ki, Çox bədələşdirmək lazımdır da. Çox adam sual verir ki, Mahmud orada döyüşməyib, burada belə eləməyib. Mən də deyirəm, onun sizə dəxli yoxdur. Bu Mahmud iki Mahmuddur. Bir sizin kətçi Mahmuddur. Bir də mənim yaratdığım. Bir də mənim yaratdığım qəhrəman Mahmud. Tamamilə, heç olsun. Gözəl. Çok sağ ol. Siz bir şehirde benim oğlum hakkında yazmıştınız. O da, o burada. Burada. Sağ ol. Evet. Sonra mən bax bu kitab, bu Sirli Mağara kitabı. Bu Sirli Mağarada şimdilərdən başlamış Çok meraklı kitaptı. Dimanistdə olan hadisələr, Dimanistlərdə milli hərəkat, Gürcülərə qarşı hərəkat, özünü müdafiə qüvvələri yaradılması və Türkiyə ilə əlaqə saxlanılması, Türkiyəyə keçməsi, oradan silah gətirilməsi, sonra bir də Azərbaycanda, deməli mənim qəhrəmanım bu üç respublikada, Gürcüstanda, Türkiyədə, bir də Azərbaycanda hadisələr burada cərəyan edir. Bir də burada kəndimizdə qəhrəman kişilər olur. O qəhrəman kişilərin prototipi həm də özünün bəzilərin öz adını Qəhrəman əmri. burada verilir. Bilirsən mi? Ondan başqa bir 15 dənə heykəyəm var. Bu 15 dənə heykeyə də hamısı reallığa sökənir. Bir də burada yenə poemalarım var, yenə fəlsəfi. Şimdilər haqqında mən üçün ən azı bir 10-dan 15 dənə şeir yazmışam da onları oxumağa dəyməz.
Hə, bax belə, mənim yaradıcılığım Eşq olsun. bundan Oxuya bilirsən? Ura, Eşq olsun, eşq olsun. Sağ olun. bir de sağ olun. Buyurun, buyurun. Ay şimdi dağının sərvəti varı. Dərəsi, təpəsi, göy yaylaqları. Aləmə can verən buz bulaqları. Gedirəm görüşə salamat qalır. Kəndin yaraşığı, baxçalı bağlar. Gözü yolda qalmış evlər, otaqlar. Zirvəsi dumanlı, qayalı dağlar. Gedirəm görüşə salamat qalır. Gecələr sərin, ulduzlar aylar. Göylərdən yerə tək nurunu paylar. Qəlbimin yaddaşı vəfalı saylar. Gedirəm görüşə salamat qalır. Gəldim ziyarətdə bu qarlı dağlar. Mənə həmdəm oldu, cığırlar, yollar. Dərələr sultanı, moruqlu kollar. Gedirəm görüşə salamat qalır. Zakirə xalısan yaşıl yarpaqlar. Mən necə ayrılım sərin bulaqlar. Ağlar gözlərim tək dolan bulaqlar. Gedirəm görüşə salamat qalır. Sağ olun. Emosiyası da, bunları da o sözün yanında keçinək. Bizə gəlin, təşəkkürümü bildirirəm. Məni Müşfiq Rafaelov'un deməli bizə qatıqdı, video var. İndi təəssüflər olsun ki, burada proyektdə zəd yoxdur, onu görə bilərdik. Onun bacısının deməli rəhmətli dəyərli şairimiz Rafael müəllimin şeirini çox emosional, patosla və o, yəni onu belə deyək də, o qədər duyğu, hər sətrini, hər nöqtəsini duyaraqdan məni ağlatdı, özü belə böyrə yalan, o bilməm, yaşlı böyrə, çoğalan bu, məni ağlatdı, Allah ona can sağlığı versin, Rafael müəllimə qəni-qəni rəhmət və sizin gördüyünüz bütün şeirlərdə bir miskilin olduğunu hiss edirik. Murat Hacı deyirdi ki, miskil, nostalji türkü xəstəliyidir. Biz də bayatı deyəcəm, ondan sonra sözü verirəm. Deyir ki, hamımızın bildiyimiz bayatıdır. Əzizim vətən yaxşı, gəzməyə, geyməyə kətən yaxşı, gəzməyə qüvvət elə, ölməyə çox qəribədir. Türkün təfəkkürünə bax. Gəzməyi öz elinin vəsf eləmir. Bu nə qədər gözəldir. Ölmək istəyir orada. Bu nə deməkdir? Bir insanın, biz də kim demişdi bilmirəm, gəlir belə baxır çəmənliyə, nə ölməli yerdir deyirlər. Öz vətəninə. Bax, bu riski, bu bizim genetik yazılarımızda nətər gəlir, nətər düşür və müəllim də istəyirdi ki orada, dediyi o giley elədiyi yerdə şimdiləri, bax elə vəsf eləsin, elə görsün. Buyur Müşfiq qala, Allah canını sağ eləsin. Öz şeirlərimizdə. Müşfiq, bir dəqiqə. Buyur. Deməli, Allah rəhmət eylesin. Rafael müəllim şeir yazmışdı. Bu şeiri əvvəllər yazmışdı. Tərənnüm eləmişdi şimdiləri. Mən bir gün bu hadisələrdən sonra Rafael'e bir cavab yazdım. Onu özünə bir dəfə oxudum. Çox təsirləndim. Nəzərə kimi yazırsınız, yoxsa elə belə cavab? Yox, nə nəzirədir? Hə, elə belə cavab. O Şeirdən təsirlənir. Mən o şeirdən təsirləndim. İndi özüm başa düşürəm. Buyurun. Tutaq ki, Rafael orada nə haqqında yazmışam ki, ay Rafael, qonaq getdim dağlara, kağıtçalı kəhliyi yerində deyil. Bir şeir var, qartadı gəlir. Sonra biz cığır açmışdıq göy yaylaqlara, dağların kənəri belində deyil. Əgər o şeir var. Əydib şimdinin vüqarlı başı, həsrətdən göyləyib torpağı, başı, biraz da çevrəlib elin yaddaşı, nəğmələr, arzular birindədir. Eller tərpədilib yerindən qalxıb, köçün dalınca yollara çıxıb, kasıblar köçlərin dalınca baxır. Çarəsi onların əlindədir. Millətin çağlayan eşq ömürdür. Məzar daşlarının üzü dönübdür. Ruhlar inciyibdir, göydən enibdir. Qəbirlər ot tutur, sərində deyil. Coculuğunun imkan yoxdur əlində. Dərd yaşayır, ürəyində, dilində. Zalim fələk fitnəsində belində. Tanrının belə bir dərində. Bu şeir yazılır gəldi. Gözəl. Şimdi söz verək. Bizim Müşfiq Rafaelov'la buyur Müşfiq. Allah canını sağ olasın. Bugün biraz farklı gün. Zəhmət olmasa üzümü o tərəfə çəkiliş oynadı. Biz onsuz da hamımızın zəhmət olmasın. Bugün biraz farklı gündür. Ona göre farklıdır ki bugün
poeziya axşamına yığışmış. Söz şairin qüdrəti. Sazbəndin qüdrəti sazın səsindən, ustadlar tanıyır hər pərdəsindən, aşığı bir ağız zümzüməsindən duymasa müxənnəs saz ola bilməz. Aşığın qüdrəti sarı simdə oynatdığı barmaqlardır, amma şairin qüdrəti onun yazdığı şeirdə sözlərdir. Elə çəkçelir ki sözü gələndə, zəri tökülməsin, qaşı düşməsin, lələkdən düzəlmiş şair qələmi özgə əllərinə naşı düşməsin. Şairin vüqarı budur. İndi mən bir şeirində yazmışam, gəl sənə ərz edim kimdi danışan. Laləli bağçalar könül bağımdır. Gizli alovlanan, gizli alışan bir parça ürəyin dərd ortağımdır. Səmalar qızındı mənim üstümə. Neçə soyuq payız gəldi üstümə. Elə bir illər də durub qəstimə. Xəzəl tək tökülən öz yarpağımdır. Mən ki zirvələrə yağan bir qaram, şaxtada soğuğunda bitişdi yaram. Mən aciz bir vücud daşıyanmaram. Üfüqdə qızaran öz çırağımdır. Həyat müəllimimdir, ömür tələbəm. Anamın boynudur, Mədinəm, Kəbəm. Mən şair oğluyam, budur qələbəm. Ədalət qalxanım, söz yalağımdır. Müşrik nərə çəkər, gələr lərzəyə, zəhər yedizdirər, kələz gürzəyə, dərimi soyarlar, məsumsan deyə. Zalimlar ətrafım, dörd qırağımdır. Yəni, söz, Allah var eləsin. söz əslində söz budur. Yəni şairin qüdrəti onun sözündədir, kimliyi onun yazdığı şeirdə. Bir şeir də deyim, əgər vaxtınızda miras qalır bizə ata babadan, mənə qalan ateş oldu, köz oldu. Kim pay aldı yurt yerindən obadan, mənim payım şeir, qəzəl, söz oldu. Sazdan aldım ruha olan vidamı, abır həya cilaladı ədamı, əqlim ilə vəsf elədim adamı, tərəzimin mizan gözü düz oldu. Dünya yükü şələləndi belimə, dünya yükü şələləndi belimə, haray çəkdim haqsızlığa, zülümə, dodaqlarım çəpər oldu dilimə, lal baxışım silinməyən iz oldu. Ruhum çıxdı kainatdan o yana, ruhum çıxdı kainatdan o yana, sual etdi yaradana, sütana, ədaləti kim səpəcək cahana? Tək cavabı məhşərəcən döz oldu. Nəzərdən xahiş edirək, zəhmətli ruhunu şan eləmək üçün onun da bir dənə şeirini oxuyardın zəhmət olmasa. Onun bir şeirini öz dilindən Allah səsləndirdiyi gözəl, Allah fərli. bir şeirini Öz səsidir. öz səsinlə Hələ o da heç bir yüksək məclisdə dəyişmərəm. Bu məclisdə şimdilərin ruhudur. Bütün şimdilərin dediyim kimi o döyünən ürəyidir. Şimdilərin təfəkkürüdür burada. Hamımız fikir verirsənmi? Ayrı-ayrı adamlarıq, ayrı-ayrı baxışlarla insanlarıq. Bizi birləşdirən nədir? Bu niski, necə dediyim kimi. O şimdilər yarası. Yəni o həsrət və ilaxır və s. Bütün qayə, ortadan gedən qırmızı xət, diqqətlə baxın, həmin ona köklənir. Rahim müəllim, zəhmət olmasa söz veririk sizə və siz də orada deyəcəm, o qəhrəman mən orada davam edərəm. Çünki mənim xəttim çətin oxumaq. Hə, sən oxu. Sən elə mən oxuyaram. Allah hamımızın canını sağ eləsin. Birinci, nə qədər şinləri var, onların hamısı var olsun. Keçmişdə dünyasını dəyişdilər, Allah rəhmət eləsin. Şimdilər şair qəlbli bir obad. Doğrudan da baxırıq ki, köydən birində şeiri yazanlar var. Onlardan da biri şəxsiyyətinə hamımız hörmət elədiyimiz Vaqifdir. Allah ona rəhmət eləsin. Nə yaxşı ki, mən Vaqif kimi şəxsiyyətli bir insanın dövründə yaşamışam. Onunla yoldaşlıq eləmişim. Hər şeyə düzgün adamdır. Yalanı yox idi. Həqiqəti üzə deyən adam idi.
Onun ömrünün son illərində ağır xəstəliyə düşər oldu. O hiss eləyirdi ki, bu dünya fani dünyadır. Ona görə də bir dənə onun bir şeirini sizə, bu Niskilli bir şeirini sizə oxumaq istəyirəm. O hiss eləyirdi, yazıqdır. Əlvida doğma yurt, ata ocağı. Bəlkə görənmədim bir daha səni. Əlvida körpəlik, uşaqlıq çağım. Bir də gələnməsəm, bağışla məni. Gördüm yaxşı üzlər, gördüm pis üzlər. Sənə olan sevgim heç dəyişmədi. Əlvida sevdiyim doğma şindilər. Xəyalın qəlbində bir əfsanədir. Fərqi yox hardayam, nə qədər sağam. Uzaqdan uzağa sevəcəm səni. Sanki ana gəzən körpə uşağam. Gecələr yuxumda gəzəcəm səni. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bir dənə bir şeiri var. Bu dilin təmizliyi haqqında bir şeiri var. Onu da oxumaq istəyirəm. Talihim yar oldu, öyünmədim mən. Bəxtim üç çevirdi, deyinmədim mən. Saxta libasları geyinmədim mən. Necə var idimsə, elə yaşadım. Bu fani dünyanı belə yaşadım. Əl çatmaz zirvəyə can atmadım mən. Nəfsimi yuxudan oyatmadım mən. Müqəddəs duyğumu aldatmadım mən. Qəlbim necə dedi, elə yaşadım. Bu fani dünyanı belə yaşadım. Əymədim başımı şan şöhrət üçün. Üzmədim canımı var dövlət üçün. Köhnə günahlardan bərayət üçün. Tanrım necə dedi, elə yaşadım. Bu fani dünyanı belə yaşadım. Allah rəhmət eləsin. Bir şey diyeyim. Bir şiir vardı, ben 10 yaşımda o şiiri okudum. Ya Vagif müəllim yazmıştı ya siz yazmıştınız. Bu başlık parasına karşı bir şiir vardı, kız satıran şiiri. Ben uşaq idim, bu 10 yaşım vardı şiir. Allah canını sağ eləsin, Allah qəni rəhmət eləsin. Bizə də mən dedim, Vagif müəllim, yaş fərqimiz bəlkə də 20 yaş fərqi var. O mənim onun ən yaxın dostlarımdan biri hesab edirəm həmişə. Onun tövsiyələri mənim üçün qızıldan qiymətli olur. Qəni Allah ona rəhmət eləsin. İndi də Qəhrəman əminin, Allah onun da yeri cənnət olsun. Deməli, onun şeiri Ragif müəllim gətirdi, verdi, əl yazmalarını. Müəyyən indi aydın məsələdir də, bu yaşlı insanlardır, bunlarda ölçülər falanlar, müəyyən qüsurlar var idi. Gücüm yetdiyi qədər o qüsurları düzəltdim və mənə elə gəlir ki, bu şeir doğrudan da dəyərli şeirdir. Dost şeir, şöhrün adı belədir. Dostdan sözü bilin ki, yaman çətindir. Dost yolunda canından keçəsən gərək. Dar gündə, gen gündə üzün dönməyə, zəhər təklif etsə də içəsən gərək. Eşitdiyin sözlər yormasın səni, cəsarətlə danış, gözün görəni. Həyat yolunda dostu, düşməni yoxlayıb, sınayıb seçəsən gərək. Qəhrəman çəkilməz dost meydanından, dərman istəsə də əsirgəməz canından. Bəd dostun, pis qonşunun yanından bərxananı götürüb qaçasan gərək. Allah rəhmət eləsin. Yok dileği. Atar mısın o sevmeyi? Demeyi o hiç ürek değil, o hiç bana gerek değil. Şimdi bu meclis söz meclisidir. Yani burada da sağ olsun hamd. Herenin yüreğinden, kalbinden gelen söz. Hiç kes onu demesin ki bu sammanlı sözlerdi, bu sammanlı sözlerdi. Bu araştırılmaz. Doğru. Meclisi de gözelleştiren Hedefimiz o da sözdü meclisi gözelleştiren. Daim zinetlidir gece meclisin. Vakti şadlık ile geçe meclisin. Neçe tentenenin, neçe meclisin. Mahru dilkeşi seyyahıdır. O açar çiçek gibi, doğar kar gibi. Doğar ulduz gibi, diner tar gibi. Sesinde beşerin gücü var gibi. Şehir dünyanın Allah'ıdır söz. Yani söz, yani bu şehir kimi sözler şehre yapmış böyle. Bu sözler de okudukça o da beyinlere, kalplere, yüreklere. Sağ olun. Allah canını. Ben qadasını alım o ürəklərin hansı ürəklər ki yine yaxşılığı sevir, gözəlliyi sevir, ruhu sevir. Bu yönde bak bu meclisi təşkil eləmək bu balaca bir iş deyil. Bu balaca bir iş deyil. Bu böyük bir iş değil.
bunun qiyməti yoxdur. Məsələn, mən bunu deməzdim ki, bu. İndi burada yığılanlar, yenə Allah hamını canlı sağ eləsin, qeyrətli uşaqlarsınız, qeyrətli cavanlarsınız. Hamısı indi atasınız, sağ olun. Bu da hamısı hardan gəlir? Şimdilər qaynağıdır. Tamamilə doğru. Tamamilə doğru. Şimdilər qaynağından. Tamamilə doğru. Kənd, o Allah rəhmət eləsin, yenə deyirəm Qəzənfər müəllimə. Kəndi yaraşıqdır, Şimdilər dağı. Xəstədir, dərmanı, alı, nə bilim, qoşa bulağı. Demək, bax, bu baxa, demək, bu alı bulaq, bu qoşa bulaq, bu Şimdilər, bu bizi yerimizdən oynadı, ruhumuz oynadı. Mən bugün çox minnətdaram, şəxsən minnətdaram. Sağ olun. Ki, bax, bunu təşkil edirsən, bizim də onlar ruhumuzu dinləyirsən. Sağ ol müəllim. Allah təşəkkür edirəm. Mən hamıda təşəkkür edirəm. Valla sizin yanınızda söz deməyə də siz hamı bizim müəllimimiz olursunuz, bizə tərbiyə verirsiniz, bizə yaşamağı, yerməyə bir atana kimi öyrədirsiniz. Andolsun, mən sizin yanında söz deyəndə dilim də titrir, əlim də titrir. Bunlar mənim müəllim oldu. Təqrima bu diyor öyrədiblər. İcazə versən də sən sözünü kəsirəm. Şeir elə bir şeydir, cidadır, cida da çuvalda durmur ha. Bax, sənin gözəl şeirlərin var. Bunu söyləsən olur. Nə müəllimin şilləsindən gəlib o, nə müəllimin dərsindən gəlib o. Bu ruhdan gəlib, ruhdan, vətəndən gəlib. Haqdan gəlib, haqdan. Buyur. Yox, şeir çox deyəcəm. Yəni ki, mən sizə minnətdarımı bildirirəm. Çox sağ ol. Qabağınızda baş əyirəm ki, siz bizim sözümüzü yerə salmadınız. Bizim buradakı bugünkü gün ağsaqqalımız elə kəndimiz ağsaqqalı, elə Zakir müəllimdir. Minnətdarımı bildirirəm ki, siz bizləri belə tərbiyə verirsiniz. Yəni ki, bu sizin tərbiyəniz bizə o qədər güclü olur ki, biz bu dadları, bu tərbiyi sizin qabağınızda bugünkü gün görüşəndə biz onu əməl edirik. Bir balanız kimi. Yəni ki, bunun özü, Raqib müəllim, Seyran müəllim, andolsun Allah Seyran müəllim evimizin yanından keçəndə mən qaçıb gidərim, Seyran müəllim gəlir. O qədər məsələ. Bu bizim elə də Raqib müəllim, həmin kənddə dərs deyir, həmin Tiretdə dərs deyir. Yəni, andolsun, bunların hamısı sizdən aldığımız tərbiyələrdir. O, bəxlə bir də deyir, ən çətin günlərimdə, dar anlarımda yaxşı yamana satmamışam mən. Doğru dincikliğim olub dostumdan, amma bir dəfəli yatmamışam mən. Dədə babadan belə görmüşəm. Düşmən ac olsa da süfrə sərmişəm. Gözə nur vermişəm, ışıq vermişəm. Tikana çevirir, batmamışam mən. Qoyub bir övrəmi bir ali bənna. Tərbiyə sairə yoxdur təmənna. Ağlım kəsən gündən, əşşəd Allah deməmiş, yatmamışam mən. Yəni bizim tərbiyəmizi sizlər versiniz. Sizin qarşınızda başlayın. Allah canınızı deyəcək, o reglamenti Deyəcək, Həm axşama çox var. Ha, çok var, yani o kadar beğenin. Azad, buyur Azad qardaşımız söz demək istəyir. Bağışlayın, buyur istəyirəm hər biriniz. Biraz sakitə rəyət edək. Mən bizi sahib gəldiyinizə görə hər birinizə təşəkkür edirəm. Zakir müəllim mənim müəllimim olub. Biraz da haşiyədən qırağa çıxıb. O paltar yuyan maşını silivli o şılangı var idi. O mənim portfelimdə gəzirdi. Deyirdi, bu şılangı səndən istəyəndə olmadısa səni duyacaq. Zakir müəllim sərt müəllim olub. Çox sağ olun Zakir müəllim. Allah razı olsun. Bir də mən sizə bir şey demək istəyirəm ki, bax, elə indi bu məclisin özünün də kökündə fond dayanır. Fond olmasaydı, heç bir tədbir, heç bir təşkilat olmayacaqdı. Təmənnasız olaraq təməli fonddan gəlir. Ona görə də mən hər birinizi fonda dəstək olmaya çağırıram. Hər birinizə də ayrılıqda təşəkkürümü bildirirəm. Yazarlarımıza da uğurlar arzulayıram. Sadıq Xaloğlu'nun sözünə də bir dənə bənd mən deyim, cavabı gəlsin. Kövrələ danışma qardaş, sənin göz yaşına dözə bilmirəm. İlahi yazısı silinməz olur, güc verib mən onu poza bilmirəm. Hər birinizə uğurlar olsun. Artıqam, deməli bir kəlmə deyim. Dediyim kimi, bizim kənddə elə bir insan yoxdur ki, onun qəlbində o işıq, o söz işığı, müəllim dediyim kimi, o parıltı olmasın.
Mənim Allah qənin rəhmət eləsin, mənim daim Novruz müəllimin də şeirləri var və bilirsiniz də. Elə İntiqamın özünün də çox gözəl şeirləri var. Ona görə də Əksəmzara söz verilir, zəhmət olmasa. O keçmişdə olan bizim o dəyərimizi və özünün şeirlərindən bir-iki dərəsində buyurun. Hamının axşamı xeyir olsun. Çünki babamın haqqında nəzər demək artıq tam gözəl tanıyır. Babamın bir şeiri var, Əlvida şeiri. Bu şeiri belə çox belə təsirli yazıbdı. Mən bu şeiri ilk dəfə 2-3 gün bundan qabaq oxumamışdım bu şeiri. Bu şeiri oxumaq istəyirəm. Ey ömür günlərim, baharım, yazım, ey açan səhərim, gecəm, gündüzüm, ey nəvəm, nəticəm, ey oğlum, qızım, günlərim tükənib, sizə əlvida. Gedirəm, ey yarım, həyat yoldaşım. Mən idim hər şeyin, dostum, sirdaşım. Ağlama, sızlama, ağlar başdaşım. Sinəndə yığılan sözə əlvida. Ey elim, ey obam, şindilər kəndim. Sizi əzizlərim, canım bilərdim. Macal olsa görüşünə gələrdim. Dağlara, bağlara, düzə əlvida. Əlvida deyirəm mən bu həyata. Mənim gəmim daha batır dəryada. A dostlar, yığışın, çatır son vida. Məni axtaracaq gözə əlvida. Novruzam illəri vermədim bada. Tələbəm, şagirdim salacaq yada. Kim qalıb ki, mən də qalım dünyada. Keçdiyim yollara izə əlvida. Təbii ki, indi şeir yazanların hamısı bilir, hər bir şeirin bir tarixi var. 2092-ci ildə babamla anam gəldilər Bakıya. Babam 2010-da rəhmətə getdi. Üstündən 20 il keçəndən sonra kəndə gedirik. Aydın, mən, bir də anam kəndə gedirik. Anam 20 ildən sonra kəndə gedir. Qələmçi yuxarı çıxanda başladı ki, burada atanla ot biçirdik, burada mal otarırdıq, burada qartof çıxardırdıq, burada nə bilim belə eləyir. Bunlar danışa-danışa gəldi. Gəldi evə bir şeir yazdım. Anamın dilindən elə bir ki, atama bir şeir yazdım. Məni yalnız qoyub gedən sevgilim, sən gəzən dağları görməyə gəldim. Birgə gəzdiyimiz bağça bağları bir daha yenidən gəzməyə gəldim. Ağaçlar bar vermir, baxılmır deyə. Neçə illərdir ki, yad əllərdədir. Sənsiz qəribsəmiş bağça bağını sənin əvəzindən sevməyə gəldim. Sərkardan gəzirəm boş qalmış evi, hər bir odasından qoxum duyulur. Bura mənim qibləm, bura Kəbəmdir, öz doğma Kəbəmə səcdəyə gəldim. Necə də gözəldir yazı yurdumun, ağaçlar yamyaşıl gül çiçək açmış. Onların ətrini duyasan deyə qəbrinə çələnglər hörməyə gəldim. Necə mənasızmış bu yerlər sənsiz, bu dağlar, dərələr, bu çöllər sənsiz. Sənsiz bu dünyanı bir məzar bilib, mən sənin yanına ölməyə gəldim. Bir də bir gün anam qayıtdı ki, hamıya şeir yazırsan, bana yazmırsan. Dedim böyle şey gözüm yazarsan. Neyse bir gün geldi, yazdım bir şeiri. Anam mənim güman yerim, anam mənim uman yerim. O mənim arxam köməyim, sən anama dəymə dünya. Baxışı həsrət yaxşı, laylası həyat naxşı. Bacılarımın bacısı, gəl anama dəymə dünya. Anam mənim dayağımdır, atam mənim dayağımdır, anam yanan çırağımdır. Atamı aldın əlimdən, gəl anama dəymə dünya. Mən gəmiyəm o limanım, mən xəstəyəm o lovmanım. Lazımdırsa gəl al canım, sən anama dəymə dünya. O könlümün ilk baharı, qocalıb olsa da qarı, o atamın yadigarı, gəl anama dəymə dünya. İntiqamam son beşiyəm, de onsuz kiməm nəçiyəm. Mən anamsız öləsiyəm, gəl anama dəymə dünya, sən anama dəymə dünya. Ay gözəl insanlar, Allah canını sağ eləsin. Bu reklam etməyə gedək, ondan sonra. Buyurun, buyurun. Novruz müəllim haqqında danışılanda, Buyurun. Novruz müəllim xatirələrim çoxdur onunla bağlı. O ensiklopedik bir biliyə malik idi. Mən Şindilər kitabını yazanda, İntiqam bəlkə də balaca idi, uşaq idi mən, o qatıda yadına gəlmir. Bir həftə Novruz müəllimin yanına getdim, gəldim. Zadın yerində qalır. Adinin yerində qalır. Deməli, kətdə nə qəti, o bilinməyən, qaranlıq qalan zadlar var idi, mətləblər var idi, çoğunu Novruz müəllim bana izah elərdi. Bax, o zada gedənlər, müharibəyə gedənlər, müharibədən salmaqdaydı. Bütün kolxoz sədrlərinin hansının neçənci illərdə işlədiklərinin hamısını Novruz müəllimdən götürmüş. Hamısını. Yəni, onun elə xidməti var idi.
Bir də Ağaşlı Məhəmmədin xidmətdə bu kitabda oldu. Gülistan mamamın xidməti oldu bu kitabda. Bəzi adamlar var idi, onların xidməti bu kitabda çox oldu. Allah'a Qadın anasının rahmet xidməti, Muhammedin anasının xidməti oldu bu kitabda. Getdim bir dəfə, bilmirəm bu yadına düşürüyorsa düşürüyor. Hacıgirə getmişdim ay sonra. Qış idi, hava da elə istəyirdi ki, böylərində. Tərlədik, yadımıza salmışsa hadisələr yolda. Yəni ki, bu kitabın yazılmasında çox adamların xidməti. Teşekkürler. Sizin öyle bölümümüz oldu ki, onları çok güzel şekilde yada saldınız ve değerlendirdiniz. Deməli bu proyekt bizdə çoxdan idi. Yəni çoxdan, amma fikirləşirdik ki, nətər olsun falan. Elə ki, bu proyekti başladı, ilk mən mənim ürəyimdə taxt qurmuş biri də bizim Sayat Siracov oldu. Ona zəng elədim ki, ay qala, sən gəlmə dedi ki, üz vurma. O zaman mesela mən çəkinim gələn falan dedi ki, amma gör nə dedi, deyil. İndi mən möcüzəni burada sizə möcüzə görəcəksiniz. Dedi ki, amma dedi, mən böyük üz ağlığımla və ürək böyüklüylə deyirəm ki, sən məni orada yüksək səviyyədə təmsil edəcəksin. Dedim, sən mənə belmələ yük qoydun ki, yəni bu doğrudan da bir insanı o boyda, həqiqətən mən doğrudan da hörmətli istədiyim, gözəl yazan şairi burada təmsil etmək həqiqətən də çox böyük məsuliyyət istəyir. Və sizin möcüzəni deyirəm, 2007-ci ildə yazılmış şey. Sən olmağın çox vacibdir falan filan və elə bil o mənə indi cavab verir. 2007-ci ildə yazılmış şey indi deyil. Baxın. A dostlar, eşitsən məclis qurulur. Atlanar ürəyi, əsər ürəyi. Çağırın, onsuz da gələn deyiləm. Çağıran olmasa küsər ürəyi. Mən balı süzülmüş bomboş bətəyəm. Qoymayın düşünüm kimə gələyəm. Mən elə həssasam, elə kövrəyəm. İnciyib ülfəti kəsər ürəyim. Ömür yollarını duman kən düşür. Ayrılıq o zalım fələkdən düşür. Bəxt belə gətirib sayat gen düşür. Görüşünüzdə hər bir zaman tələsər ürəyim. Fikir verirsin, elə bir pusatça yazdım. Elə bir mən burada demişəm. 2007-ci ildə yazdım. İnsanın, bax bu şairlərin, indi mən bilirəm, müəllim Ürəyə dolu. nəysə, onu demək istəmirəm. Demək dinimizdə çox qəribədir. Surələrdən birinin adı şüaradır. Şairlər, çox qəribə. Yəni, peşə sahiblərində bir də şüara, şairlərin adı gedir orada. Yəni, nə demək istəyirəm? Yenə deyirəm, bir daha təkrar edirəm ki, şairlərin dünyaya baxışı fərqli olduğuna görə də, onların yanaşması da fərqlidir və bu da Allahın səsidir. Bu, heç kimin səsi deyil. Bu səs, həmin o zamanı itirir, yoxdur zaman. Zamanı kəsir. Allah onun canını sağ eləsin və çoxdur şeyləri söylüyor, o da tanıtmağa ehtiyac yoxdur. Mən özümə borç bildim ki, sayatdan da bir dənə şey deyim. Ürəyimə bir söz gəldi, icazə verəcəyim. Buyur. Sizə hər şey gəldi. Vallah bircə onaş adam. Evdə çoxdur yaxşı adam. Öz canından keçib müdamel dərdinə qalan da var. Bax, indi görürəm, şeirlər də, sözlər də, feyrət də, hamısı kəndlə, şimdilərlə Bağlıdır. əlbir, onunla bağlıdır. Ürək odur daimi yana, od qopar alovlana, bacarmırsa qoy dayana, demək o heç ürək deyil, o heç mənə gərək deyil. Demək, o qəlbdə o ürəklər olmasa, vallahi heç kəs şeir yazar. Yox. Ona nəsə də bir təsir olur. Təsir əks təsirə bərabər, hamı bilirdə belə olur. O olmasa, bu insanlar bu qədər, maşallah, qulaq asıram, Allah'a and olsun. Deyirəm ha, bu biz oxuduğumuz şeirlərdən gürcü şeirlər yazılır. Eşq olsun hamısı. Vallahi. İcazəniz verdik. Qoy mən bu təqdimatı eləyək, ondan sonra deməli bilirsiniz ki, bu bizim şairəmiz özü doğrudandır. Miskil, başdan ayağa, təpədən dırnağa bu adam miskil, dərd və yazdığı bütün şeirlər adamın yerindən oynadı. O deyirləri tükür biz oldu. Allah ona qəni rəhmət eləsin. Zaman elə gətirmiş ki, sizin hər birinizə bu kitabdan təqdim olunub. Seravi müəllimə bu günə qismət imiş. Bax, bunu böyük ürək açıqlığı ilə sizə təqdim edirəm və bilirəm ki, kitabın qədrini kitab sevərlərdir. Allah şahını sağ eləsin. Bu birisini də bizim dəyərli şairimiz Şüşür Qafayoğlu'na təqdim edirəm. Allah şahını sağ eləsin. Sən də görəcəksən ki, bu şeirlər elə əsl Şindinin şeirləri. İndi deməli,
icazənizlə Ramiz Şirinzadə Mən- söz verək. Çünki Ramiz müəllimin kitablarına gəlib, şeirlər hərdən artıq çoxdur. İcazə verək, o da özünün həm onları təqdim eləsin, həm yenə də şeirlərindən bir-iki dərsini Çox təqdim sağ etsin. olun. Buyurun. Ondan sonra bir de ne oldu size diye başlayalım. Stavropol'da Şindleroba geçirdik. 2010. yıl. 2010. yılda bu Şindleroba'nın şerefine dedim ki bütün Rusya'dan uşaklar geldi. Şindleri. Onların şerefine dedim bir tane şiir yazın. Ne sağlıkla geldi. Sözünü de bilmedi. Bir de meclisin güzel yerini bir de bu şiir dedim. Baktım gördüm. İne reaksiya verdiler ki dedim ben doğrudan mı zaten yoksa benim yüzüme karşı ahalakatlerin kalması değil. Allah akı. Sonra ben de tezene başladım bana dedim. Ha, tabii. Kimse çıkandan sonra ben lise bir, hiç onu bilmiyorum ben şiir yazdım. Hemen bu şiire, sergi sağ olsun iyi şey yazdım. Bu şiirlerin birinci kitabım var. Bazı nüshede 30 şiirdi. Arzuların hatrine. Bak bu kitabım çıktı. Sonra Sene Kurban Vatandaşı. Bu kitabım çıktı. Sonra Köylün Bahçesinin Ters Şehirleri. Bu kitabım yakınlarda çıktı. İndi sağ olsun 160 şehir oradan Ragıp Müəllimə, Seyran Müəllimə, Zakir Müəllimə, Rəhmətli Qəzənfər Əliyev, biraz izah edəcəyim şehirler orada çıxacaq. Sağ olsun 160 şehirdi. O kitabın da 4-cü də bu yaxınlarda çıxacaq. Deməli 630'dan çox şehir var. İndi bəzi uşaqlar deyir ki, buranız mənim şehirim var. Peki mən 630 şehir nə tərəz verdim? Gələ bilmərəm axı, elə deyil. İndi sağ olsun, cavanlar yanında sağlayın. Sen sağ ol, əla bax şehirləri əla deyərəm, mən onu deyə bilmirəm. İndi bir dənə, bax, Sənə Qurban Vətəndaşı. O birisi məclisdə verir. Ha. Bak bu şehirden Nesret kimi bir tane şehri size okuyacağım. Geri qayıtmaz. Sözü tam pişirir, ağızdan çıkar. Desen yaxşı yaman, geri qayıtmaz. Yersiz deyilen söz çok könül yıkar. Olsan da peşman, geri qayıtmaz. Pise de yaxşı ol, pislik eyleme. Düz danış her zaman, yalan söyleme. Bugünün işini sona eyleme. Su tek her zaman geri qayıtmaz. İnsan da tanılar adıyla soyla. Sayken elini harayla hayla, derdine şerik olur. Sevinci payla, bir gün çıkar ucan, geri qayıtmaz. Qabahatdən uzaq durasan gerek. Haksızlığa divan vurasan gerek. Onu beresimde vurasan gerek. Elden çıkan imkan geri qayıtmaz. Aileniz qocaldın, ağırdı saçın, deşti yüreğini, her ağrın, acın, düşübsə başından, cavanlıq çatacın, keçsə neçə dövran, geri qayıtmaz. Keçsə neçə dövran, geri qayıtmaz. Sağ ol, sağ ol. Sağ ol. Sağ olun. Deməli, mənim boynumun borcudur ki, bizim bizə dedim, Aşıq Qurban, Aşıq İsrafil və 630 şehir mənim. ən yaşlımız, Allah rəhmət etsin, Qarabağ Mustafa'nın doğrudur, əl yazmalar özünüz də bilirsiniz ki, elə bir şəkildə, elə vəziyyətə gəlib ki, mən onu bacardığım qədər düzəltmişəm. İndi oxuyum, heç olmasa bir dənəsini oxuyum, baxın. Minaya, şeirin adı Minayadır. Evimizə qonaq gəlib, dayanma, dur, ay Minaya. Könlümə gör nələr gəlib, gətir çiçək, çay Minaya. Qonaqlar gəlib kef damağa, hörmət eylə sən qonağa. Bal qat ilə sən qaymağa, gözəl balam, ay Minaya. Oğul deyim, yoxsa gəlin, tərlanımsan bizim elin. İstəməsə deməz dilim, şirin balam, ay Minaya. Bu kişinin təsəvvürlə ki, bəlkə də 80 yaşı var bu şeydir. Bu da İbrahim Xanoğlu, Allah şəfa versin, xəstədir. Çox maraqlıdır ki, onların hamısının familiyası Mühacirovdur, bilmirəm, İbrahim Xanoğlu'nun niyə İbrahimovdur, qıram. Onu da bu əskərlikdə yazdığı şeirdir. Sevirəm o yeri uşaq yaşından, elə bir behşitdir şindinin dağı. Əqlimi, huşumu alıb başımdan, bir cənnət məkandır şindinin dağı. Mələşir sürülər, kişiləşir atlar, tütək çalır, gəzir dağda çobanlar. Oxuyur gəlirlər, oynayır qızlar. Əcəb toy bayramdır şindinin dağı.
Yamyaşıl çölləri ürək açandır, şırşır bulaqları könül açandır. Bizim o dağlara dağ mı çatandır? Elin məskənidir Şindinin dağı, xəstəyə dərmandır Şindinin dağı. Allah ona da bu qədər dərman olsun, şəfa olsun. Və yenə deyirəm, bugün bax burada da bizim şeir sevərlər əyləşir. Mən indi onlara bir söz vermək istəyirəm. Musa Məmmədov Musa buradadır. Mən bilirəm ki, o da doğrudan da qiraətçidir özə. Onların qarşısında söz demək bir balaca çətin olur. Sözmə Zəlmxan Yaqubun bir dənə şeirindən başlamaq istəyirəm. Zəlmxan yazır, deyir, söz sinəmdə sıralanıb səhv çəkir. Bir arıdır, öz balını saf çəkir. Dərdi alır, qəmi satır, keyf çəkir. Görün, şair nə aləmdə yaşayır. Yəni, indi bu aləmdə yaşayan insanların qarşısında söz demək biraz çətindir. Burada bayaqdan hamı Şindilər haqqında söz deyir. Təbii ki, buraya yığışmağımızın əsas səbəbi də Şindiləri vəsf eləmək, Şindilərə deyilən şeirləri, yazılan sözləri diqqətə çatdırmaqdır. Mən iki dənə şeir demək istəyirəm. Biri, Allah rəhmət eləsin, Rafael əmmin şeiridir. Yazır deyir, yaddaşımda varaqlanır görünələr, dam yerində qatarlaşa binələr, sac yayındırıb, fətir əyənənələr, nə ləzzəti dövmək, dürmək oymadın, bu nəsirdir, Şindilərdən doymadım. Başa düşməz dostlar mənim tərsinə, canım qurban elin müğənnisinə, bal mı qatıb görən zakir səsinə, başqa səsin seyrinə uymadım, bu nəsirdir, Şindilərdən doymadım. Piçənəkdə yazda çıxar ot dizə, ağalıqda lalə deyər gəl bizə, əl uzatdım kol dibindən ərgizə, və nöşanı qoparmağa qıymadım, bu nəsirdir, Şindilərdən doymadım. Yəni bu şeir uzun şeirdir, hamısını yadda saxlamaq çətindir. Bir də Sayət Sıracoğlu'nun bir dənə şeiri var. O dağlara gedən dostum, bizim yerə salam söylə. Ömrümüzdən o dağlarda keçən ömrə salam söylə. Elə çıx ki, dağ döşünə, gələnəsən gül şeyhinə, get xalxalın görüşünə, oradan pirə salam söylə. Tağlıya get, könül bağla. Təzə kəndə dolaş, yoxla, hər qapıda ayaq saxla, xeyrə şərə salam söylə. İmir qızı gözün yaşı, çaxraqlının qız qardaşı, dağ döşündə bulaq başı, aç bir süfrə, salam söylə. Yəni bu şeirdə uzundur, bir dənə axırıncı bəndini də demək istəyirəm. Deyir, mən sayadam görənmədim, öz borcumu verənmədim, bəlkə bir də gedənmədim, Şindilərə salam söylə. Eşq olsun sayın, eşq olsun. Əziz dostlar, mən həyatım elə olub ki, imtahanlardan ibarət olub. Elə bil ki, ən ağır imtahanlar hazırlaşırdı və təsəvvür edə bilmirsiniz ki, bu mənə nə qədər məsuliyyət hissi idi. Allah rəhmət eləsə Qara müəllimə nə yazdım ki, yaxşı formada atmadılar falan, bir tər mən də düzəldim. İndi onun şeirini, bir dənə şeirini oxumaq istəyirəm. Utanar. Düşünəndə dünyanın gör nəyi nələri var. Bəzən ata-anaya övladı olur azar. Böyüdür əməyi ilə əli qazanca çatır. Elə ki, alır arvad, ata-ananı atır. Əlaçsız ata-ana könüldən oda yanır. Qeyrətsiz olan oğul, qeyrətsiz olan oğul tutumundan nə qalır? Ata-ana ürəkdən sənə canı yanandır. Sənin qəhdini çəkən anla ata-anandır. Deyirəm qədir bilməz, bəlkə sözümü qana, oxuya ya eşidə, birazca utana. Allah ona qəyəm yəni rəhmət eləsin. Və üzr istəyirəm, bir dənə də bizim qonağımızdır. Qonaq deyilək. Bizim dərsizim, qonaq deyilək. Bir dəqiqə. Deyək, qardaşım dinləyirəm, Kənar Məşər, ömrüm boyu unutmaram sizi mən. Sən nə olur, sən də bizim Sovetlerimiz də bir olub, qalxızlar bir olub, elim, qohumuzlar hamısı. Çox sağ olun, təşəkkür edirəm sizlərə. Ümumiyyətlə, sizləri mən buraya görmək üçün gəldim. Mən doğrudan da burada şahid oldum ki, doğrudan da Şindilər xalqı hamısı şair təbiətdə adamlar. Sözə, saza çox meyillidirlər. Mənim üçün çox xoş oldu. Burada çıxış eləyənlər Zakir müəllim sağ olsun, Ağsaqqallı, ümumiyyətlə Seyrəqin müəllimdir, ondan sonra Hamid müəllimdir, lisələri, ümumiyyətlə burada şeir dedilər, mənim çox xoşuma gəldi. Mən bilməzdim ki, belə bir böyük istedağa malikdirlər. Onunla bərabər, məsələ, mən Qormuşandan dəyənlər, Şindilərdən də deyirəm. Ümumiyyətlə, Şindilər xalqınla Ormeşən kəndi, ümumiyyətlə,
bir el oldular. Daha Həmişə öncə Sovetli ənənində ümumiyyətlə həmişə şimdilərlə olmuşlar, gəyləyəndən də qızı kisə bir olubdur. Bizimkilərin arasında elə bir körpü olur ki, dostluq körpüsü salınır ki, o körpü iki zamanda da davam edir. Sizinkilərin məsələn, sizlərdə, bizimkilərdən, sizlərdən südü olanlar var. Sizlərdə ki, Fərqi yaxşı bilir ki, qarşısında həmən bu dostluq, mehribanlıq yenə də davam edir. Sizlərin bu məclisi yüksək qiymətləndirirəm. Onunla bərabər bu məclisdə iştirak edən yoldaşların hamısı Şindilər Fondu dərində nə deməkdir? Şindilər Fondu Şindilər xalqının, Şindilər sakinlərinin birliyi deməkdir. Birliyi deməkdir. Həmən bu birliyə ümumiyyətlə, birliyə hamıdan səs vermək. Həmişə ümumiyyətlə davam elətdirmək. Bu aşılar bizdən hazırdır, şehirlərimizdən oxudar. Ümumiyyətlə Şindilər Fondunun hər bir sakini Şindilər kəndində. Ona görə bu dostluğu, bu davam elətdirmək lazımdır. Məsələn, mən deyərlər, sizlərdən qabaq dedim, Şirəqi müəllim sözünü dedi, bu kitab doğrudan da böyük əmək sərf olunub. Bu elimizin ağsaqqalı sayılır. Ağsaqqal kimi həmişə göstəriş verməlidir ki, məsələn, hansısa da çatışmamazlıqlar varsa da ağsaqqallardır, ondan sonra şeylər də, onlar da indi burada yoxdur. Onların sözünə də qulaq asmaq lazımdır. Məsələn, Şirəqi müəllim, mən sizlərin ağsaqqalı sayılır. Sizlərin ən yüksək qiymət verdiyim kitab bu kitabdır. Stol üstü kitabdır bu kitab. Bu kitabı bəyanlar dedi, sizlərə haval edirəm. Şindilər Fondu da çalışdığı qədər, bacardığı qədər buna nə deyim sizlərə responsullıq eləsinlər. Yenə də ələbələr eləyib böyük kitab buraxmaq var. Var olun, sağ olun, sizin birliyi alışlayıram. Çox sağ olun. Şəkillərlə olar. Hamıda bir-birinə çox diqqətli qulaq asın. Mən istərdim ki, belə məclis davamlı olsun. İnşallah, inşallah. Gələcəkdə yenə yeni şehirlər yarananda, yenidən dəvət edək, yenidən gələsiniz, bakın bir gözəl gecə keçir. Bizim kəndimiz həmişə mehriban oldu, həmişə bir-birinin yanında oldu. Əlhə xüsusda bu son dövrlərdə hər kəs öz əlinə gələni deyir ki, kəndimizin kənddən uzaqda yaşayan nümayəndələri bir-birinə aralı düşməsin, kəndimizin kənddən uzaqda yaşayan nümayəndələri kəndə biganə qalmasın, kənddən soyulmasın, əlimizdən gələni eləyirik, eləcə də hamımız eləyirik və bu gözəl missiyanı heç birimiz əlimizdə yerə qoymayaq. Həm iki templə, bundan da daha da yüksək templə bu işimizi davam edəcək. Mən əminəm ki, bizim gündən beləcək işlərimiz daha məhsuldar olacaq. Çünki bugünkü günü mən bizim ağsaqqalların sağ əlinin bizim kürəyimizdə olmalı hissi. Sağ olun. Eşq olsun sizlər və ağsaqqallarınızlar. Deməli, biz şərti olaraq, belə deyək də, bu məclisi həmişə iki yerə bölürük. Birinci hissəsi onun rəsmi deyək, ikinci hissəsinə də əyləncə hissəsi. Bununla da mənə deyək ki, rəsmi hissəsinin yekunlaşmağını qeyd edək və zaman axarında yenə başlayaq. Çox gözəl. Burada ki, belə bir sənətkarlar əyləşir. Yəni, məclisin indən beləsi də Allahın köməyi ilə bulursa. Yəni, o tərəzinin iki gözü kimi, birinci gözü kimi iki gözü ağır çəkəcək. Mən burada o başlamamışdan qabaq bizim ağsaqqal müəllimimiz, Seyran müəllim çox təmkinlə və çox ədəb-ərkanla onun ədəbləri, onların, sizin ədəbləriniz, ərkanınız bizə keçir. Sözü vermək istəyirəm Seyran müəllimə. Öz ürək sözlərini, iradlarını, tövsiyələrini, bax bizə bir kiçikləri kimi nələri düz eləyirik, nələri səhv eləyirik, nələri gələcəkdə düzəldək və bu məclisin çatışmayan cəhətlərini, yaxşı cəhətlərini bir-iki kəlmə ilə buyursun. Həqiqətən bu biz ilk cəmi borçalımızda uğurlar arzulayıram. Şəxsən sizə Şindilər Fondunun baxanlar. Onların deməli hərəkətidir. Bu işləri bizə bəxş edir. Mənim burada yeganə bir arzum var. Bu əvvəllər
bir dəfə bu səsləndirildi. Sonra sakitlik oldu. Mən istərdim bütün bu şeir yazanlarımız hamısı ya bir ya iki şeir ancak kənd, şimdi dağı, şimdilər haqqında. Bax, neçə nəfərsiniz, hər biriniz vaxt verilsin. Qoy mənim sözüm desin. Vaxt verilsin kənd haqqında, ancaq şimdilər. Şimdi dağı haqqında şeir yazılsın və o da kitabça şəklində çox nüsxəsi çox olmalı. Kənddə məsələn bir 70 ailə kəndlədir, 100 neçə bazadır. Bütün hər yerə, hər ailəyə o kitabdan verir. İcazə verseydin sana oradan o bir şehir diyeyim onlar. Buyur. Gəlsən şimdilərə şəhərli dostum. Kəməndə çiçəklər atılanda gəl. Şimdi dağına baxmaq istəsən, başından kəndivan çəkiləndə gəl. Seyran müəllim, təşəkkürünüzü bildirik. Bitirdiniz mi? İmkanınız olsun. İnşallah. Bu zadı, mesela tapşırıq verilə yoldaşlar, kendimiz, elimiz, obamız, şimdilərimiz var. Bak bizi buraya birleştiren, güce o şimdiler geldi. Tamamıyla doğru. O şimdi dağıdır. Bizi buraya böyle birleştiren. Tamam, sağ olun, teşekkür ederim. Oraya bakanda yüreğimiz dağa dönür. Doğru. Şimdi onu tərənnüm eləməyə hərəniz bir kişi yazın. Kitapça şəklində bütün ailələrə paylaşın. İnşallah. İnşallah. Seyran müəllim, teşekkür təşəkkür edirik. O sizin ideyanız, Səbət Urunun o gözəl sözü var. Deyir, gözüm gözümdən uzaq olsa da, könlümdən könlümə yollar gözüm. Həmin o yollar sizin dediyiniz o ideya bizə çoxdandır və bunu biraz da geniş şəkildə inşallah nəinki indikiləri, bax əvvəl o keçmişlərin hamısının 1, 2, 5 şeirləri seçmək şərti ilə o kitabı mütləq şəkildə biz boynumuzun borcudur. Boynumuzun borcudur və onu biz görəcəksiniz ki, gələcək nəsillərə də ərmağan kimi. Həmin o nəsil də ondan təsirlənsin və keçmişində, yenə deyirəm, ciddi, məsələn o şeirlərə, keçmişimizdən gələn şeirlərə ciddi baxaraq onun ölçüləri, hecanın sayı falanı, ona o yöndə yox, o ürəyinin haydırtısı kimi baxmaq lazım. İçindən gələn o, dedik, o baxış, o sevgi kimi baxmaq lazım. Onda çox gözəl olacaq. Bir daha hər birinizə dərin təşəkkürümüzü bildiririk. Biz sizdən yaşlı, birincisi bizim müəllimimiz olursunuz, əlimizdən tutanımız olursunuz. Bizi həyat məktəbini ilk valideynlə yanaşı siz öyrədirsiniz. Və sizdən bir çox şeylər öyrənmişik. Həmin o şimdi dağı öyrəndik. Ona görə də bu ağır, yaşınızın da bu gözəl çağında bizi sayıb, belə sallarlı şəkildə, bizim məclisimizə dəyər verib, gəldiyinizə görə hər birinizə tək-tək dərin təşəkkürümüzü bildiririk. Və icazə verin, bundan da, buyurun, sözünüzü söyləyin. Seyranın xətrini qırmaya, sayətlə mən bir dəyişməm olur. Biraz uzun olsa da icazə verim o dəyişməyin. Dəyişməyin onda biraz qısa şəkildə olar mı? O olsun, sizə gəl. İkimizin dəyişməyiniz Buyurun. sayət yazdı. Ay Mamoğlu, yazda mənim yerimə dağların seyrinə çıx qadana. Anamız şillinin dolan başına, bucaqla köksünə çıx qadana. Sönmüş ocaqları ateş paylayıb, dolan dam yerini çiçək toplayıb, ən uca zirvədə ayaq saxlayıb, birdən bu cahana bax qadana. Dağların yuqarı qayalardadır, Əhməd uçandadır, qar durandadır, sinəsində çarxaqlısı baldadır, iç doyunca deyinəm, ox qadana. Yorulsan yol üstü yaylada dincəl, şehri çiçəklərdən bal əm, cana gəl, sənə gül göndərsin sarışın gözəl, qoxlayıb sinənə tax qadan alır. Bayram bulağını ziyarət et, gözündən öpdün bir dərdimi söylə, görüş ilk eşqimin, ilk görüşüyle həsrət qalasını yığ qadan alır. Göylər guruldayıb şimşək çağında, qara bulutlardan leysən yağanda, Tağlı çayında gürsellər axanda, qoşulub sellərə ak qadın qalır. Hər yamaç doğmadır, candır, istə get. Ötən ömrü dağ, dərədə səslə get. Mədlə təpəsində ocaq üstə get. Xoş günə bir nəzir çıx qadın alır.
aşırmadan aşma qərib yerlərə. Köç yolundan köçmə, qürbət yerlərə. Cənnət ucağıdır hər yaşlı dərə. Şimdiyə tay varmı? Yox qadın alın. Sayadam doymaram bu hər qarşından. Gül qoxuyan torpağından daşından. Bir tük belə eğilməsin başından. Sevirəm şimdini. Çox qadın. Hə, indi mən onun cavabını yapdım. Ayrılıq həsrəti üzəndə məni dağların seyrinə çıxdım Aysaya. Anamız şimdinin qalxıb başına, ağlayıb köksümə sıxdım Aysaya. Ayaqladım böyük tapın başını, qartal uçan qayaların tuşunu, yazıb bir lövhəyə yurdun yaşını, mən bala şirkət taxtım Aysaya. Dərəsini, təpəsini yoxladım, dolandım yayları çiçək yoxladım, ən uca zirvədə ayaq saxladım. Birdən bu cahana baxdım Aysaya. Dan yerində görüşmə gəldilər. Çiçəkli çəməndə süfrə sərdilər. Əmliyin ətindən kebab verdilər. Yeyərək doyunca tıxsım Aysaya. Yaralar var vətənimin köksündə. Dayanıblar millətimin qəlbində. Mədinə təpəsində, ocaq üstündə. Xoş günə bir nəzir çıxdım Aysaya. Qulaq asında. Hamı qulaq asın. Qucaqladım qayasının qaşını, saxlaya bilmədim gözüm yaşını. Zalim fələk, yaman görmüşünü, çarəsiz yanaraq yaxdım Aysaya. Dolana dolana tarlaya gittim, bayram bulağını ziyarət etdim. Əylib gözündən doyunca içdim həsrət qazını, yıxdım Aysaya. Göğsünü qara bulud alanda, şimşəklər çaxanda, leysan olanda, sellər dərələrə dolanda, koşmuş sellərə axdı Aysaya. Çocuğuyum, bitirmədim sözümü, el obada ağartmışam üzümü, çitlərdə qoyub gəldim üzümü, izimi mənim də beləymiş bəxtim Aysaya. Eşq olsun, sayarlar da sizə də, eşq olsun. Bir dənə mən bir söz deyim, bax, mən deməmək olmaz. Allah canını sağ eləsin bizim Mirzə müəllimimizin də, Arif qardaşımızın da, Eldarımızın olur. Çox təvazökarcasına mən yaxınlaşdım ki, siz burada məclisdə iştirak etsəniz, olsa bir-iki kəlmə. Bunlar deyir ki, bu qədər gözəl məclisdə, bu şeir, söz məclisində qoy, şeir deyəndə şairlər desin. Kimin ürəyində üzrə qalsın? Şübhət etmişsiniz bir şeirdən, ya Rafael müəllimdən, ya özümdən bir şeir deyəsən. Öz səsindən yazılmış. Hayır, var mı? Elə o gətirir. Bu ne? Hə, ata, onu yaxın tutun, çəkilsin o. Ben. Biraz telefona da. Səs səy? Yox, səs. Yaz, bir şey gözlə. Söz ustadıdır, mən nə yazıb ki, onun kitabı indi gəlib mənə çatır. Osman İlyasov. Və onun bir dənə reglamentə uyğun olaraq bircə dənə şeirini, hocam, sonra biz Şimdilər şairlər görür. ona görə icazənizlə, vaxtımızda da olduğuna görə bir dənə şeirini oxuyacağım, diqqətlə qularsam. Dünya, şirinsən, acısan, bilmirəm nəsən. Səndən ötüb, keçib itməyim gəlir. Sonsuz kainatda ürəyim seçər. Bir uzaq ulduzda bitməyim gəlir. Gözümü yumanda bir anlıq yoxsan. Çıxara bilmirəm ruhumdan səni. Bəlkə bir əfsanə, bəlkə yuxusan. Köçüb bilmirəm yuxumda səni. Keçirəm, bu yolu keçirəm atam. Yəqin xoşum gəlir mənə zülmündən. Yaşaya bilmirəm önündə matam. Dərk edə bilmədim günümdən. Əlim ürəyimin üstündə bəlkə ömür yaşamağa macal verəsən. Daha dözənmirəm Allahım bəlkə belə ömürdənsə əcəl verəsən. Allah onun da canını sağ eləsin. Gözəl şeirdir və ona da salamlarımızı... Sen bizim Muhammed'e niye söz vermişsin? Yox, niyə vermirəm? Hələ söz tutarmıyıq. Biraz səhhətində problemlər var. Çox öyünmə, demə varam. Eşqdə küllü ixtiyaram. Sanma solmaz bir baharam. Qocalarsan sən də gülüm. Sanma ki ağarıb saçın. Bu taledir, hara qaçın. Mən sirrimi kimə açım? Qocalırsan sən də gülüm. Ağarıbdır saçın vaxtsız. Axı kimdir mən tək vaxtsız? Şahzadəsən, taxtsız, taçsız, taxtsız. Qocalırsan sən də gülüm. Allah onun da şəfasını versin.
Əlxan Kərimoğlu. Poeziya axşamına yığışmışdı. Söz şairin qüdrətidir. Sazbəndin qüdrəti sazın səsindən, ustadlar tanıyır hər pərdəsindən, aşığı bir ağız zümzüməsindən duymasa müxənnəs saz ola bilməz. Aşığın qüdrəti sarı simdə oynatdığı barmaqlardır, amma şairin qüdrəti onun yazdığı şeirdə, sözdədir. Elə çəkçevir ki sözü gələndə, zəri tökülməsin, qaşı düşməsin, lələkdən düzəlmiş şair qələmi özgə əllərinə naşı düşməsin. Şairin vüqarı budur. İndi mən bir şeirimdə yazmışam, gəl sənə ərz edim kimdir danışan. Laləli bağçalar könül bağımdır. Gizli alovlanan, gizli alışan bir parça ürəyim dərd ortağımdır. Səmalar qızındı mənim istimə. Neçə soyuq payız gəldi üstümə. Elə bil illər də durub qəstimə. Xəzəl tək tökülən öz yarpağımdır. Mən ki zirvələrə yağan bir qaram, şaxtada çolğunda bitişdi yaram. Mən aciz bir vücud daşıyanmaram. Üfüqdə qızaran öz çırağımdır. Həyat müəllimimdir, ömür tələbəm. Anamın qoynudur, Mədinəm, Kəbəm. Mən şair oğluyam, budur qələbəm. Ədalət qalxanım, söz yarağımdır. Müşfiq nərə çəkər, gələr lərzəyə, zəhər yedizdirər, kələz gürzəyə, dərimi soyarlar, məsumsan deyə. Zalimlar ətrafım, dörd qırağımdır. Yəni, söz, söz əslində, söz budur. Yəni, şairin qüdrəti onun sözündədir, kimliyi onun yazdığı şeirdədir. Bir şeir də deyim, əgər vaxtınızda almamsa, miras qalır bizə ata-babadan, mənə qalan atəş oldu, köz oldu. Kim pay aldı yurt yerindən obadan, mənim payım şeir, qəzəl, söz oldu. Sazdan aldım ruha olan qidamı, abır həya cilaladı ədamı, əqlim ilə vəsf elədim adamı, tərəzimin mizan gözü düz oldu. Dünya yükü şələləndi belimə, dünya yükü şələləndi belimə, haray çəkdim haqsızlığa, zülümə, dodaqlarım çəpər oldu dilimə, lal baxışım silinməyən iz oldu. Ruhum çıxdı kainatdan o yana, ruhum çıxdı kainatdan o yana, sual etdi yaradana, sübhana, ədələti kim səpəcək cahana, tək cavabı məhşərəcən döz oldu. Yəni, bu nəzə sənət aqidə rəhmətliyin ruhunu uşaq eləmək üçün onun da bir dənə şeirini oxuyardın zəhmət olmasa. Onun bir şeirini öz dilindən səsləndirdiyi bir şeirini öz səsidir. Öz səsidir. O daha güzel. O daha yaxşı. Qısan da sonra nə vətən taparam, nə də ki ana. Yenə də qayıdım şimdilərə, daşına baş qoyub ölərəm deyim. Şimdilər yaddan çıxan deyil. Hər quşun öz yuvası var. Hər tərlanın öz yuvası var, öz ovası var. İnsanlar da elədir. Məsələn, indi cavanları, gəncləri bilmirəm. Biz yaşlı olanlar elə o dağlara, o daşlara, şimdilərin hər bir şeirdə bir vurğun kimi yaşayırıq. Mən hamıdan xahiş edirəm. Elə bu şimdilərin sağlığına, hamı ayağa dursun, şimdilərin sağlığına ayağa qabalı. Onun yer, kaldırın badələri pıranların sağlığına, zəhmət çəkib bu məclisi quranların sağlığına, sağ olun, şimdilərin sağlığı olsun. Və bizim də gözəl sənətkarlardan gözəl olsun. Aşklar da qanı var, eşq olsun. Sağ olun. Borçalı qanı var da bizdə də. Tovuz da bizə yaxındır, ha, Tovuz da bizə yaxındır. Hüseyin abi. Yazadaqlı dilə gəlməz, quşu sonam gülə gəlməz, cavanlığı mələ gəlməz, altın verim alasan da. Müəllim, sizin sözünüzə qüvvət. Əgər qrupluq əngəli sevən yer varsa, orayla borç alır. Elə böyle. Deyir Hüseyin Arif'e deyirlər ki,
şair, siz elə biraz seçkilik salırsınız da nə? Deyir, ay, niyə seçkilik salıram? Deyir, nə, elə toyuz da qayırsınız. Ay, indi belə götürəndə deyir, toyuz da bırak deyir, toyuz da bizdə. İndi bir də o sağlığın dənini söylüyor sağlığınızı, zəhmət olmasa. Buyurun. O tozcudan biri məni döydürmək istəyirdi. Deyir, hardan, biri deyir, soruşu görə, hardansan? Dedim, deyir, Ayıflıdan. O ne Ayıflı? Ayıflıdan. Bir de deyir, geldi deyir, biri geldi deyir, şehirden biri gelip deyir, gelende bu haradı Ayıflı. Aya deyir, bu deyir, bana ne kar vurduysa yıkıldım, aya bunu. Dedim deyir, bunu bana öyrədənim öyle yıkıldım, onun adı Ayıflı. Gəlgədə alınsan, satılsan özün qul kimi, özün yaşamağa dəyər mal. Əlinlə torpağı bir ağaca ki, başını torpağa əymədinsə də, bir yetim başına sən sığa çəkib, bir kasıb qapısı döymədinsə də, ömrü yaşamağa dəyər mi? Allah Rafael, bilməz bu qarib adın kədər dizlərini qasladısa da, milyon ürəklərə bəs edən oldu, səni içməyə çatmadısa da, ömrü yaşamağa dəyər mi? Allah Çox öyünmə, demə varam. İşte küllü ixtiyaram. Sanma solmaz bir baharam. Qocalarsan sən də gülüm. Sanma ki, ağarıb saçın, bu taledir, hara qaçın. Mən sirrimi kimə açım, qocalırsan sən də gülüm. Ağarıbdır saçın vaxtsız, axı kimdir mən tək vaxtsız. Şahzadəsən, taxtsız, taçsız, taxtsız, qocalırsan sən də gülüm. Allah ona da şəfasını versin. Erkan. Sən mənə oyuncu alıb gələrdin, mən ki sənə gül alıb gəlirəm, ata. Divardan atmışam şəkillərimi, heç birisi vermir sənin yerini. Üzünün tozunu, kirini göz yaşlarından silirəm, ata. Göz yaşlarından silirəm, ata. Ay canım araya, gözüm ara. Anam garibim ben, vay garibim, vay garibim. Ay canım araya, gözüm ara. Geldim halakta oturdum, hoşumlar yerine getirdim. Gözlerine darman getirdim, ağlaman yarı kan yarı. Ay garbaya vay, ay asmıştım gayeme. Garb oldum bemezde. Garibem ben, vay garibem, vay garibem. Ay çene kurbaya ya dermana. Ana ben garibem ben, vay garibem, vay garibem. Geldim halakta oturdum, hökümler yerine getirdim. Gözlerine derman getirdim, ağlaman garibem garib. Ay garbaya vay, ay asmıştım gayeme. Garb oldum gemezde. Balay, 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 balay.
Ay bacım ben garibem, ben garibem, ben garbem, Sen kimin sinandasan, sen kimin sinandasan, kalbimden danışsan, kalbimden danışsan. Onu bıraksam bana şey gösterdi. Bu sinemi yanıp çıkan karlar gibi var. Bu sinemi yanıp çıkan kırmızıdan kırmızıdan ben sanmaydan 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 Mənim ustadım Aşır Əhliman deyir ki, sən ki mənim sinəmdəsən, qarlı dağdan danışsadım. Bu sinəmi yarıb çıxan gün qulaqdan danışsadım. Ustabı. Çalay çalay çalay. Heç söhbətim ey sözüm gülməz. Heç söhbətim sözüm gülməz. Baş sizdən uzaqlarda, baş sizdən ey uzaqlarda, uzaqlarda. Cənnət görsə gözüm gülməz. Cənnət görsə gözüm gülməz. Baş kəsirdən uzaqlarda, baş kəsirdən uzaqlarda. Bəli, heç söhbətim sözüm gülməz. Aşk etsən uzaqlarda, cənnət görsə gözüm gülməz. Baş etsən uzaqlarda, abor çalım şahım mənim, sağı qərarahım mənim, açılmaz sabahım mənim. Baş etsən uzaqlarda. Atalım sen düşme herden, atalım sen düşme herden. Ayma çabalma beyler, ben divarmay, ben divarmay, ben divarmay, ben divarmay. Ahmet ne ettiği zaten yazarı Biraz yerden biraz kaydan, biraz yerden biraz kaydan. Biraz haktan vermişsin, biraz haktan vermişsin,
Qorxursan düşmə heydən Ayrılma kamandan neydən Biraz yerdən, biraz göydən Biraz ağdan danışsan Usta buyur Bir topa buludun kölgəsi kimi ömür bir həyatdan süründü geçti. Şeytanlı dünyada əmək dəftərim bir neçə günaha büründü getdi. Bal yedim, içində dəhəri varmış. Güldüyüm gülüşüm qəhəri varmış. Ailələ, vallahi yaşamağın da təhəri varmış. Gel bildim, bir yuxu tək göründü getdi. Yaşa, yaşa. Topaktan danışsan